Yaşar müəllimin mənə pul borcu var. Nə pula, nə gizlirsiniz? Qumarda o pul var idi ha. O pulun yarısını verib, yarısı qalır. İndi mən pulumun qalanını da almağa gəlmişim. Mən verəcəm sənə pulu, darıxma. Tural! Gəlmişdi bura. Gəldi, cavabını da aldı, getdi. Sən ver o hədiyyəni mənə, mən bu hədiyyəni onun başına çırpım. Sən o vaxt xəstəxanada olanda bilirsən nə hala düşmüşdü. Deyirdi Fəridəyə bir şey olsa mən yaşaya bilmərəm. Yaxşı, nə dəyişdi? Ümumiyyətlə, mən bir müddət onun barəsində danışmaq istəmirəm. Mən sənə demişdim, deməmişdim o Cavidə pul vermə. Ömür boyu məndən gizlini tutanda və belə zibili çıxırdı. Fərdə ilə danışmayacaqsın. Sən nə danışırsan? Sən hələ də tərik eləmirsən ki, o qızın qəlbini necə sındırmısan. Mama yaxşısan? Mama eşitirsən məni? Mama! Mən Dilarə ilə evlənə bilmərəm. Nə? Xəyanət 24 oktyabr saat 22-də Xəzərdə. Yaşar müəllimin mənə pul borcu var. Nə pula, nə gizlirsiniz? Qumarda o pul var idi ha. O pulun yarısını verib, yarısı qalır. İndi mən pulumun qalanını da almağa gəlmişim. Mən verəcəm sənə pulu, darıxma. Tural! Gəlmişdi bura. Gəldi, cavabını da aldı, getdi. Sən ver o hədiyyəni mənə, mən bu hədiyyəni onun başına çırpım. Sən o vaxt xəstəxanada olanda bilirsən nə hala düşmüşdü. Deyirdi Fəridəyə bir şey olsa mən yaşaya bilmərəm. Yaxşı, nə dəyişdi? Ümumiyyətlə, mən bir müddət onun barəsində danışmaq istəmirəm. Mən sənə demişdim, deməmişdim o Cavidə pul vermə. Ömür boyu məndən gizlini tutanda və belə zibili çıxırdı. Fərdə ilə danışmayacaqsın. Sən nə danışırsan? Sən hələ də tərik eləmirsən ki, o qızın qəlbini necə sındırmısan. Mama yaxşısan? Mama eşitirsən məni? Mama! Mən Dilarə ilə evlənə bilmərəm. Nə? Xəyanət 24 oktyabr saat 22-də Xəzərdə.